Elnur Fərzəliyevi dəvət edək. Buyursun, Xankəndi mahnısını ifa etsin. Türbəndə ata, mənim şeirlərimə Məhbubə müəllimin bəstələdiyi bir gözəl bir mahnını izləyək. Buyursun. Həsrətin çəkmişəm ilərdi səni, başından getmədi dumanın çəni. Həsrətin çəkmişəm ilərdi səni, başından getmədi dumanın çəni. Ayrılıq artırmış kədərin qəmi. İllərdi demişəm sənə can kəndi, azadsan qovuşdum sənə Xankəndi. İllərdi demişəm sənə can kəndi, azadsan qovuşdum sənə Xankəndi. Qomandan əmrəndi şanlı orduma, zəfər bəxş eylədi doğma yurduma. Büyük olsun çatmışam, çatmışam kama arzuma. İllərdi demişəm sənə can kəndi, azadsan qovuşdum sənə Xankəndi. İllərdi demişəm sənə can kəndi, azadsan qovuşdum sənə Xankəndi. Ayrılmaz parçası Azərbaycanın, ruhunu almışam kərki cahanı. Ayrılmaz parçası Azərbaycanın, ruhunu almışam kərki cahanı. Cəmilli meşəli həm bağlı canı. İllərdi həsrətim sənə can kəndi, azadsan qovuşdum sənə Xankəndi. İllərdi həsrətim sənə can kəndi, azadsan qovuşdum sənə Xankəndi. Qomandan əmrəndi şanlı orduma, zəfər bəxş eylədi doğma yurduma. Azadsan qovuşdum sənə Xankəndim. Möhtəşəm bir ifa. Elnur, çox sağ ol Elnur.
gözəl ifaya görə. Təşəkkür sağ olun. edirəm və ansambla çox sağ ol, var ol deyirəm. Türbəndə ata, ürəyincə oldu mu? Qəşəng qardaşım. Allah onların canını sağ eləsin. Bundan da gözəl mahnılar oxusunlar. Cəmaatı özlərinə valih eləsinlər. Ayrıca mümkün deyil. Təşəkkür edirəm. Nəinki verilişlərdə, tədbirlərdə, toy şənliklərində də Elnur və Xarı Bülbül ansamblı sevilən sənətçilərimizdir. Təşəkkür edirik.